Biz planlaşdırırıq ki, gedim orada işləyim, biraz qazanım, burada işləyim, biraz qazanım. Sən bu planları qurarkən həyat sənin üçün daha gözəl plan qurub. Sadəcə istəmək, icra eləmək və onun üzərində çalışmaq lazımdır. Həqiqətən insan istəsə çox şey eləyə bilər. Mən ümumiyyətlə bir yerdə duran insan deyiləm. Həmişə çalışıram ki, nəsə işə yarayım, nələrsə edim, nələrsə qazanım. Bu illərdə özümü axtarırdım. Mən kiməm? Mən harda özümü xoşbəxt hiss edirəm? Hansı pillədə olanda biləcəm ki, tam bura mənim yerimdir. Yəni bəzi insanlar var tanıdıqlarım, onlar hələ də özlərini tapmayıblar. Sevmədikləri bir işdə məcburi şəkildə maaşa oturaraq bu gün işləyirlər. Maaşa oturmaq pis bir şey deyil, maaş qazanmaq pis bir şey deyil. Sözüm ona ki, onların vaxtı ilə oxuduqlarımı deyim və yaxud da ki, seçdiklərimi deyim, sevmədən seçdikləri bir işi bu gün icra edirlər. Ona görə mən özümü o qədər axtarırdım ki, görəsən mən harda özümü xoşbəxt hiss eləyəcəm və harda o sevdiyim bir yeri tapandan sonra həm də onu oradan bir qazanc əldə edəcəm. Bu əlbəttə asan olmadı. Bu mənim illərimi aldı və düşünün, biz planlaşdırırıq ki, gedim orada işləyim, biraz qazanım, burada işləyim, biraz qazanım. Sən bu planları qurarkən həyat sənin üçün daha gözəl plan qurub. Mənim səhifəm əslində bir hobi olaraq açılıb. Heç bir orada planım və yaxud da ki, maddi gəlir gözləntim olmayıb. Sadəcə olaraq yemək bişirməyi çox sevmişəm həmişə. Eyni zamanda yemək yeməyi də, dadlı yemək yeməyi də çox sevirəm. Bir qurmanam. Səhifəni idarə etdikdən bir müddət sonra İlk təklifi qlobal bir markadan aldım və bilmirdim ümumiyyətlə necə bir əməkdaşlıq edilir. Mən düşündüm ki, həmin markada süd məhsulları markası idi. Mən düşündüm ki, yəqin onlar mənə süd məhsulları göndərmək istəyirlər ki, mən də hər hansı bir çəkiliş həyata keçirəm. Biraz ağrıma getmişdi hətta və kibar şəkildə geri çevirmişdim ki, mən əməkdaşlıq etmirəm. Əgər edəsi olsam, mütləq sizə geri dönüş edəcəm. Ondan sonra yerli markalardan təkliflər gəldi. Yenə bilmədiyim üçün əməkdaşlıqları geri çevirirdim. Daha sonra yaxın bir dostum mənə özü sual verdi ki, bəs sən nə əcəb əməkdaşlıq etmirsən? Dedim, utanıram, nə bilim, bir toyuq qarşılığında video çəkməyə. Yəni ona görə də əməkdaşlıqları dəyərləndirə bilmirəm. Onda o mənim gözümü açdı ki, bəs sənin dünyadan xəbərin yoxdur. Əməkdaşlıqlar əslində ödəniş nəticəsində olur. Yəni onlar sənə bir qonorarlar qoyursan və o qonorarı ödəyirlər, sən də video çəkirsən. Ondan sonra artıq dəyərləndirməyə başladım və həmin gündən dedim ki, əgər mən sosial şəbəkədən gəlir əldə edəcəmsə, mütləq şəkildə bunu qayda-qanun çərçivəsində eləməliyəm. İlk əməkdaşlığım yəni elə sırf mənim vergi ödəyicisi olduqdan sonra başlayıb. Yəni əməkdaşlığa başlamamışdan öncə artıq vergi ödəyicisi oldum. Food bloger olaraq tanınıram. Amma dərindən incələsəz görəcəksiniz ki, mən tək food bloger deyiləm. Ona görə də bir o hissədə qeyd eləmişəm ki, ailə məişət blogeri. Mənim səhifəmdə ən çox qadınlara motivasiya vermək belə məqsədli idarə eləyirəm. Daha sonra hər bir mövzulara toxunuram. Ana kimi, misal üçün, ana evlad mövzularına şuuraltı şəkildə toxunuram. Bir çox şeyi yaxşı mənada təbliğ eləyirəm. Bəzən elə bilirlər ki, blogerlərin həyatı yalnız göstərdikləri qədərdir. Əslində burada səhvin bir qismi də özümüzdədir. Çünki biz pis hadisələri paylaşmırıq, insanları yükləmək istəmirik. Daimi şəkildə ən yaxşı hadisələri, ən yaxşı məqamlarımızı bölüşürük ki, insanlara daha yaxşı əhval-ruhiyyə ötürə bilək. Və orada bir səhv edirik ki, artıq insanlar düşünürlər ki, niyə bizim həyatımızda hər şey bunlar qədər yolunda getmir? Niyə bunlarda hər şey dörd-dörtlükdür? Bunlar hər zaman bu şeyi ala bilirlər, bu yerə gedə bilirlər. Niyə bu bizdə yoxdur? Və bu bir mənalı şəkildə şuuraltı qıcıq yaratmağa başlayır. Asan
heç bir iş yoxdur. Yəni hər bir işin öz çətinliyi var. Çətinliklərdən də çalışdığımız qədər zamanla, təcrübə ilə, yəni belə deyək, qalib gəlməyə çalışırıq. Özünü inkişaf etdirmək istəyən hər bir insan daha da peşəkarlaşmaq üçün bunun üzərində işləyir, öz üzərində işləyir. Mən də müəyyən xarici peşəkarlardan təlimlər alıram davamlı şəkildə, yeniliklər öyrənirəm və qazandığım büdcənin bir qismini daimi şəkildə öz səhifəmə yatırım edirəm. İstər avadanlıq baxımından, istər rekvizitlər baxımından, bir çox şeydə artıq bu məndə bir qaydadır ki, işimə yatırım etməliyəm. Əslində bu gün mən desəm ki, əgər işinizi sevmirsinizsə, oradan dərhal uzaqlaşdırın. Mən böyük bir travma yaradaram insanlarda. Bu doğru deyil əlbəttə ki. Sadəcə buradan bir mesaj ötürmək istəyərəm ki, hər kəs əvvəldən, bünövrədən, məsələn, mən qızıma da deyirəm bunu, universiteti mənə və ətraf üçün oxuyacaqsansa, fakültəni belə düşünmədən sırf universitetə daxil olum deyə seçəcəksənsə, heç oxuma. Mənə lazım deyil. Çünki işləmək sırf baxın, o bünövrədən başlayır. Valideynlərimi xoşbəxt eləmək üçün girim, hansı fakültə olur olsun. Və bugün həmin diplomla işləmək məcburiyyətində qalırlar. Sevmədikləri bir yerdə oturub, məcburi şəkildə saatın bitməsini gözləyirlər. Saat 6 olsun, bir işim bitsin, mən bilim, bir də ayın axırını gözləyirlər ki, maaş gəlsin. Bu mənə görə cəhənnəmdir. Məncə, bu biraz gülməli gələ bilər, düzdür. Amma həqiqətən insan istəsə, çox şey eləyə bilər. Sadəcə istəmək, icra eləmək və onun üzərində çalışmaq lazımdır.